Herkese salam, Fidan kanalına xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə günlük bir vlog çəkəcəm. Gün içərisində nə etmişəmsə onları göstərəcəm. Deməli, gördüyünüz kimi makyajsızam, üzümdə heç bir şey yoxdur. Çünki istədim ki, bu videoda birlikdə makyaj eləyək. Onları çəkirəm, bəlkə sonra oxuduğum kitabları falan göstərirəm, biraz dərs eləyərik. Onda gəlin videoya keçək. İlk öncəliklə laklarımı təzələmək istəyirəm, çünki çox pisdir, belə olublar yəni. Amma silmək üçün aseton olmadığına görə eyni rəngdə lakı üstünə bir qat daha qoyacam. Çünki aseton yoxdur, qutarıb ona görə. Deməli, qoyacağım lak budur, bu rəngdə bir lakdır. Elə dırnağımın rəngindəki bir lakdır. İndi qoyaq. Deməli, burada lakımı qoymağa başlamışam. Mənim dırnaqlarım normalda tez qırılardı uzalanda. Amma bu səfər yəni qırılma falan olmayıb. Düzdür, dırnaqlarımdan bəzilərini zədələmişəm. Az qalır qırılsınlar da. Amma hələ o həddə çatmayıb da. Yəni hamısı yerindədir. Ona görə hələ rahatam. Yəni görək. Uzatmışam bu arada. Hələm yəni qırıla bilərlər deyə çox qorxuram. Nəsə eləndə çox ehtiyatlı davranıram. Nəysə, görüntü qəşəng olsun deyə qabaqdan işıq qoymuşam. İşıq düşsün üzümə. Biz də elə makyajımızı eləyək. Makyajımı elədikdən sonra da saçımı yığmaq istəyirəm. Çünki çox istidir və açıq istəmirəm qalsın. Onda makyaja başlayaq. İlk öncəliklə videonu başlatmazdan əvvəl üzümə bunu vurmuşdum. Bu üzü həm biraz günəşdən qoruyur, həm nəmləndirir, həm də ki dəri tonun, yəni ağ eləyir biraz. Bunu vurmuşdum. İndi nəmləndirici olaraq da bundan istifadə edəcəm. Sıra qapadıcı da. Deməli, niyə qaranlıq düşür bilmirəm. Oradan işıq da vurur üzümə. Buradan da az-maz gün işığı düşür. Pəncərənin qabağındayım, amma yenə də qaranlıq düşür. İndi allıq vuracam, bunu vurmağı düşünürəm. Çox xoşum gəlir bu arada bu allıqdan, çox qəşəngdir. Təbii qalır adamın üzündə. Bir də bunları eləyək istəyirəm, söhbət eləyək. Yəni boş-boş makyaj eləmək istəmirəm. Bunu vururum. Aynaya baxaraqdan eləyirəm. Hətta gözümün üstünə də bunlardan vururam. Deməli, oxuduğum kitablar haqqında danışım, biraz belə arxadadılar. Hələ mənim üçün çox azdır bu kitablar. Amma mən bura balaca kitablığım deyirəm. Bu balaca kitablığımı gələcəkdə elə bir məqsədim var ki, yəni böyüdüm. Özdə qəşəng cildli kitablar qoyum ora. Kitablarım var. Hətta demişdim ilk videomda Wattpad kitabları falan oxuyuram. Amma bu kitablar, yəni aldığım Wattpad kitabları cildsizdir. Amma gələcəkdə dediyim kimi o kitabların cildlisini almağı düşünürəm. Axırıncı dəfədə Wattpad kitabı olaraq şey oxuyurdum, Gökdən oxuyurdum. 4 dənə bir seridən ibarət kitabdır, 4 dənə kitabı var. Amma hələ mən birincisini belə qutara bilməmişəm. Deməli, allıqla vurdum, sıra kirpik qıvırmaqda. Nəysə, mən yayda aldım bu Gökdən kitabını, dedim oxuyaram. Hətta bu yay 4 kitabının 4-ünü də bitirərəm. Asker kurqusudur bu arada. Amma bitirə bilmədim birinci kitabımı belə. Çünki olur reading slump, birdən belə kitab oxumaq istəmirsən, RS-yə girirsən. Deyəsən o anlarımdan birindəyəm. Bu arada oxuduğum ilk kitab Jules Verne'in 80 gün dünya ətrafında kitabı olubdu. Kirpiklərimi də belə qıvırdım. Nəysə də mən 80 gün dünya ətrafında kitabını oxumağa başladım. Sonra o kitabdan sonra da başladım bir kitablar almağa. Gördüm ki, çoxalırlar bu kitablarımı zamanla. Bir də sevdiyim bir seri var, o da Sherlock Holmes serisidir. Hətta Sherlock Holmes'un çox sevsəm də məndə hələ 2 dənə kitabı var. 2 dənə kitabını oxumuşam. Biri qırmızıdır, biri yaşlı. Hətta onları kitablarımı göstərəndə göstərərəm. İndi də gəlin tuş vuraq, Sky High. Bu arada tuş vuranda, kirpiklərin ucuna vuranda kirpik daha da uzun görünür. Nəinki belə altdan yuxarıya gətirəndə, onda qəşəng görünmür məncə. Qəşəng qalxmır bir də. Tuşu da vurdum. Belə oldu. İndi makyajımı axırda yaxından göstərəcəm. İndi tam bəlli olmur bu arada. İndi gəlin kirpiyimizi sabitləyək. Amma sabitləməmişəm, bax məncə indi vurdum, biraz qurusun. Ona qədər də dodağıma lip balm vurmaq istəyirəm. Düşdü. Dəqiqə. Jevin belə bir lip balmı var. Çox şirin görünür məncə. Sonra aşırı qəşəngdən şirin görünən belə bir lip balmım var. Belə görünür, hətta burası belə ürəklidir. Bundan da vura bilərəm, bundan da. İkisi də çox qırmızı eləyir dodaqları. Hətta bu qaldıqda belə qırmızılaşır, yəni adam dodağında. Amma məncə bundan vurum. Çox şirin görünür belə. Sırf görünüşünə görə bu arada bunu almışam. Sonradan gördüm ki, həqiqətən çox qəşəngdir yəni. Belə göstərim. Çox az vurmağıma rəğmən makyajın sonlarına doğru gəlirik. Əslində ev makyajı edirəm, çox da abartılı bir şeylər eləmək istəmirəm, çünki bu gün həyata düşməyəcəm. Sonra belə sadə bir lip balmım var, amma bu rəng vermir, yəni. Özü bir tip demək olar. Hə, bu rəng vermir. Evdə olsaq da gloss vurmaq istəyirəm. Və nəhayət kirpiklərimizi sabitləyə bilərik. Bunu qaşımı sabitləməyi sevməm bu arada. Belə təbii halını daha çox sevirəm. Anam aynanı apardı, onu görə bura baxaraq eləməliyəm. İndi highlighter olaraq da üzümə vurmaq istəmirəm, çünki evdəyəm, sonra uzanıram falan yayılır, o da üzümün bütün hər yerinə. Bir dənə burnuma vurmağı düşünürəm. Deməli, bilmirəm haranındır, işte mingi astı silinibdir. Belə bir highlighterımız var. Tam highlighter da deməmez, nəsə də zərli bir şeylərdir.
Mənim makyajımın tam halı belə oldu. Dediyim kimi evdə olduğum üçün ev makyajı falan elədim video çəkirəm deyə. Yəni həyətə düşəndə biraz bundan abartılı nəsə eləyirəm. İndi keçək saçımı yığaq. Çünki dediyim kimi çox istidir, bayağı istidir yəni. Saçımı yuxarıdan yığmaq istəyirəm. Çolkalarımı amma bilmirəm yığım qalsın nəsə. Böyük ehtimal çolkalarımı yığmaram, qalar belə. İndi onda saçımı yığmağa başlayaq. Çolkamı da yığaram, bəlkə istidir, istəmirəm üzümə nəsə düşsün. Bu da istifadə edəcəm. Çünki saçım darıyım. O videoda hardasa bir 2 gün bundan qabaq tezə taxmışdıq. Saçım tezə taxmışdım amma tezə qalmayıb. Yəni saçı darayanda falan bir də çox tezə tökülür. Mən saçımı yoxlamaq üçün taxmışam. Özüm ayrılıqda taxaram tezə. İndi yığmağa çalışıram. Çolkalarımı yığmaq istəmədim. Saçımı da yuxarıdan yığıram. İstədim ki olmadı. Allah. Oh, kolum çok ağrıdı. Bunları çevireyim. Sonra jel buradan. Bırakın böyle. Yani çok ağrımak için çünkü çok ağrım yiyor zaten. Sonra forma falan vereceğim çok ağrıma. Şimdi ben yığdım. Sadece elime ama fotoğrafın jeli var. Çok teşekkür ederim. Aslında bu da var bende. Saç açıyorum ama bu sefer bunu istifade istemem. Böyle göstereyim. Bunu istifade edeyim. Bunun kokusunu çok beğendim. Çok teşekkür. Elime buradan biraz. Bunu siyah çok aslında. İstemem. Saçımı böyle. Arkasına falan da. Ondan sonra ama katını karıştırdım. Biraz da bunların böyle normal olması çok bundan alıyorum. Bunu aslında da sevmiyorum çünkü yağlı görünüş verir. Ama onsuz da saçım istediğim kadar temiz değil. Ona göre de böyle yığım. Yapsın. Deməli, mən bitirdim nəhayət. Çolkamı getdim, yudum. Sonra forma verməyə çalışdım biraz. Belə saçım da tamam oldu. Belə göstərim yandan. Arxadan da belə görünür. Bura bir şey vurmuşam. Çıxmasın deyə saçlarım. Belə olduq yəni. İndi buraları yığışdırmaq istəyirəm. Çünki buralar həqiqətən də çox dağıldı. Sonra da baxarıq nə edək. Buraların belə günün göstərim, nə gündə olduğunu. İndi yığışdıraq. Bu arada çolkamı düzləşdirdim, bəyənmədim o pis halım. Onca dedim qoy düz olsun. İndi nə edirik? Birazdan yemək yeyəcəm. Yemək amma hələ hazır olmayıbdı. Onca yemək hazır olana qədər dedim ki soğuq. Mən bugün danışa bilmirəm. Dedim soyuq bir şeylər içək hələ. Bir də meyvə falan yeyərəm, tabletdə nəsə izləyərəm. Sonra telefonun zaretkası yoxdur. Telefonu qoyaram, taxıram zaretkaya. Biraz yığar o. Belə yəni. Bu arada tabletə baxmamışdan qabaq sizə qura bildiyim və qura bilmədiyim legoları təzə göstərmək istədim. Deməli, mənim belə bir legom olub və mən bunu qurmuşam həqiqətən də. İndi qutuların göstərini sonra özlərini göstərəcəm. Yəni bunu tam olaraq qurub rahat şəkildə bitirmişəm, belə göstərim. Sonra belə bir legom olub və mənim bu tipli fiqurlu legolardan alıb verə bilmədiyim var. Çünki əsla qura bilmirəm. Əsla bu tipli legoları qura bilmirəm. Amma görəndə də almadan dayana bilmirəm. Almaq istəyirəm də, yəni ki, çox istəyirəm qura bilmək, amma məntiqsizlik xətası mı olur, nə olur bilmirəm, alınmır. Yəni bu tam şəkildə açılmış şəkildə qutusunun içində qalır, qura bilməmişəm, başarısızdır bu. Sonra çox qəşəng belə bir lego var, yenə o tipli bir legodur və bunu da qura bilməmişəm. Bunun bədəni qurulub, amma başı qalır. Sonra belə stisli bir legom var və aralarında ən sevdiyim budur, amma maalesef ki, bunun da bədənini qurmuşam və başını qura bilməmişəm. Həmişə gəlirəm, başlarda ilişirəm, niyə bilmirəm, başı qura bilmirəm. Bədəni yenə gövdəsi biraz rahatdır, heç olmasa. Belə. Sonra ən böyük legolarımdan biri budur. Bu həqiqətən belə asan bir legoydu və ad gününə alınmış bir legoydu. Çox asanlıqla qura bildim. Çünki bunlar səhv eləmirəmsə, mən araşdırmışam. Bunlar lego olaraq getmir. Yəni lego tipli bir şeydir, amma bunun adı başqadır, bilmirəm. Mən araşdıranda belə çıxdı. Məncə amma bu tip legoları rahatlıqla yəni qura bilirəm. Çünki parçaları böyükdür və həqiqətən yəni kağızında asan göstərilir nəyi necə eləməlisən falan. Bilmirəm, yəni indi legolarımı göstərim. Mənim burada belə bir yerim var. Gönül istəyərdi daha çox olsun. Belə bir legom var, amma qutusunu atmışam. Bunu belə qurmuşdum, yeni il vaxtları almışdım. Bu bayaq göstərdiyimdir. Bunu da rahatlıqla yəni qura bilmişəm. Bu da elə bayaq göstərdiyimdir və heç bir səhvlik yoxdur. Qurulub bu da. Və stitchli. Gövdəsini qurmuşam, amma başını qura bilmədim. İlla ki, bir yerlərdə ilişdim, alınmadı niyəsə. Bu da mənim deyil, qardaşımdan mən qurmuşdum. Çünki özünün heç səbri çatmamışdı qurmağa. Belə. Bunun nəyisə düşübdü deyəsən, bilmirəm. Belə yəni. Burada da belə oy, netləmir. Burada da belə günlüklərim falan var, amma artıq yazmıram, yəni qalıblar qıraqda. Deməli, tabletimi götürdüm. Buradan bir şeylərə baxacağam. Sonra sərin içməli bir şeylərimi də yanıma aldım. İndi mən biraz tabletə baxım. Ondan sonra yemək yeyib dərs eləməyə keçirəm.
deyə fikirləşirəm. Deməli, anam mətbəxdə kek hazırlayır. Gəlin biz də gedək, biraz ona baxıb eləyək. Onlar da vloqa əlavə eləyim biraz. Bu arada tabletə baxdım. Hardasa bir 15 dəqiqə falan oldu, amma çox baxmadım, sıxıldım çünki. Deməli, indi yemək qoydum, yeməyimi yeyim. Yeməyimi yeyəndən sonra da artıq videonun başından bəri dediyim dərs eləməyə keçə bilərik, tarix eləyəcəm. Başlayım, yeməyimi yeyim, sonra keçərik. Bu arada əslində o qədər də bir aclığım yoxdur. Sadəcə dərs eləyəndə yarıda, dərsin yarısında acıram və dərs eləyə bilmirəm. Təzədən durub yemək yeməli oluram. Ona görə elə indidən oturum yeməyimi yeyim. Bilmirəm sizdə də elədir yoxsa yox, amma mən beləyəm. Məsələn, dərsə başlamamışdan qabaq deyirəm ki, saat 4 tamamda başlayacam və yaxud da 4-ün yarısı başlayacam. Əgər 4-də qalırsa, 4-də işləyirsə, dərsə başlaya bilmirəm. İlla ki, yarısı ya da tamam olmalıdır saat. Neysə belə xasiyyətim var, yəni. Bilmirəm, bəlkə də zamanla bu xasiyyətim dəyişər, amma hələ belədir, yəni. Deməli, mən yeməyimi yedim, bitirdim. Saat 6-ya 20 dəqiqə işləyib. Bugün əslində saat 11-də durmuşdum yuxudan, amma günə gec başladım da, belə deyim. Ona görə indi saat çox tez irəliləmiş kimi hiss eləyirəm. Həmişə belə olanda olsa elə hiss eləyirəm. Bu arada makyaj eləmişəm, amma neysə üzümdə makyaj yoxuymuş kimi çıxır videoda. Əsəblərim pozulur. Amma neysə, yəni, boş verək. Oturdum Azərbaycan tarixi təkrarlamağa. Bu kitabdan eləyirəm bu arada. Bu kitabın məndə ümumi tarixi də var. Yəni, belə. İndi başlayacam, hardan hara qədər deyim. Bu, Ərəb işğalına qarşı mübarizədən Səlcuqlara qədər Azərbaycan tarixindən təkrar eləməliyəm. Və bu aralıqda olan mövzuları da deyim. Xilafət dövründə idarə etmə var, Xürrəmilər var. Sonra sizə deyim, dəqiqə. Hə, bu Şirvanşahlardır, Saci, Salari, Rəvvadi, Şəddadi, onlar var. Yəni, biraz şey olacaq, yoracaq əslində bu təkrar. Amma hardasa məncə bir 2 saat yarım dayanmadan eləsəm bitər kimi hiss eləyirəm. Onsuz bildiyim mövzuları deyil, bir dəfə oxuyuram, bir dəfə də öz-özümə danışıram və təkrarım, yəni o olur mənim. Onda başlayaq. Hızlı şəkildə siz də izləyəcəksiniz. İlk öncəliklə təkrar eləyəcəyim mövzuları əvvəlcədən yazıram mən. 8 mövzu oldu. İndi başlayacağım o mövzuları təkrar eləməyə. Bir-bir elədikcə də qabağına plus qoyacağım. Yəni, bu bitdi, təkrar elədim deyə. Hətta mən 10-cu sinifin lap əvvəlindən axırına qədər belə elədim tarix təkrarını. Yəni, istəyən eləyə bilər. Bir dəftər tutdum və bu dəftərdə tarixdən nələr təkrar eləyəcəmsə, onların qeydini çıxardım. Elədikcə də üstəcəllər, pluslar falan qoydum. Belə dəftər belədir, içində göstərim indi. Yəni, belə gördüyünüz kimi. Həm sınaqlar gedəndə rahat olurdu belə təkrar eləmək, həm də gündəlik təkrarda yəni rahat bir şeydir məncə, işə yarayır özdə. Belə, başlayaq. Görək neçə saat dayanmadan səbrim çatacaq bu yay vaxtında bu stolun başında oturmağa.
Bu arada eləməyi ən çox sevdiyim dərslərdən biri tarix dərsidir. Çünki tarix eləyəndə həm vaxt çox tez keçir, həm də çox maraqlı gəlir də. Yəni bir anda özümü o səhnələrin içində, o döyüşlərin içində görürəm. Və dərsi öyrənəndən sonra bir dəfə də sanki qarşımda mənə qulaq asan uşaqlar var imiş kimi dərsi danışıram. Elə məncə insanın yəni yadında dərs daha çox tez qalır. Yəni mən belə düşünürəm və öyrənmə metodum belədir. Əslində tək tarixdə yox, digər fənlərdə də yəni bunu eləyirəm. Mənə maraqlı gəlir yəni belə tarix öyrənmək. Daha rahat olur. Baxmayaraq ki, yaydır, yenə də bizim tariximiz var yəni. Var deyəndə belə yay sınaqları gedib işləyirik. Müəllimimiz arada çağırır və bunun üçün bizə təkrar eləməyimiz üçün tarixdən bir yerdən bir yerə qədər dərs təkrarı verir. Biz də o dərsi təkrar edib gedirik. Deməliyəm, artıq 1 saatdır ki, dərs eləyirəm. Tam 1 saat oldu bu arada, 7-15 dəqiqə işləyir. Mənim çox yuxum gəlir, dəhşət yuxum gəlir. Bu arada 8 mövzudan 3 mövzu təkrar eləmişəm 1 saata, qalır 5 mövzum. Onu da həll eləyərik deyə düşünürəm. Yəni bu gün həll eləyim, bu aradan çıxsın, sabah da ümumi tarixin falan təkrarına başlayım deyə fikirləşirəm. Amma çox yuxum gəlir və yuxum gəlməsinin səbəbi budur ki, bu gün biraz tez durmuşam. Tez deyəndə əslində saat 11-də durmuşam. Tez deyilən səhər normal 1 saatda 11. Sadəcə yaydı deyə mənim bütün yuxu rejimim pozulub və saat məsələn 3-də 4-də yatıram, axşamları yuxum gəlmir, yəni saatda sabahsı gün 2-də dururam deyə bütün yuxu rejimim pozulub. Bu gün də çox tez durmuşam özümə görə. 2-də duran birisi 11-də durub. Ona görə də yəni dərs oxuyanda da bütün yəni yuxum gəlir də. Bilmirəm nə edeyim, hər halda durub ağcaqanadlar uçur, çox pis əsəbim pozulur. İndi durub bir dərsi gəzə-gəzə özüm üçün danışaram. Biraz da belə yuxum açılsın deyə, artıq bilmirəm nə edəcəmsə. Belə, axşam da bəlkə xalamgil gəldi. O vaxta qədər yəni dərsi qurtarmaq istəyirəm bu dərsi. Deməli, nəhayət tarix təkrarım bitdi. Əslində tam bitmədi. 8 dərsdən 5 dərsini təkrar elədim. 3 dərsim qaldı, amma o 3 dərsdə qalan 3 dərslər yəni bir-birindən asan dərslərdir. Ona görə onları saxladım. Axşama həm biraz dincəlmək istədim. Əgər biraz da burada otursaydım, vəbşə heç nə eləyə bilmədən yəni duracaqdım buradan, çünki çox yuxum gəlirdi. Bir də hava üzrə qaralmağa başlayır. Yavaş-yavaş gün batıbdır. Buradan işığı vurmuşam, qaranlıq olmasın deyə. Belə, indi nə edeyim? Buraları yığışdırım və xalamgilin də gəlməyinə çox az qalır. Biraz da ortalığa falan əl gəzdiririm evdə. Belə. Deməli, mən ortalığı da sərgiyə saldım. Əslində sərgiyə idi, çox bir şey yox idi. Sadəcə ortada olanları götürüb elədim. İndi artıq saat 8 tamamdır. Elə biləcəyim başqa yəni bir şey yoxdur. Səhərdən sizdən çox şey elədik, nə bilim, lak qoyduq. Sonra dərs elədik, saçımı elədik, makyajımı elədik. Yəni bayağı bir şeylər elədik deyə düşünürəm. Bu arada axırıncı dəfə vlog çəkmişdim. Neçə dənə kadr çəkmişdim, amma video 5 dəqiqəlik falan alınmışdı. Ümid edirəm ki, bu elə olmaz. Nəysə, video bura qədər idi. Videonu bəyəndinizsə, abunə olub, like atmağı, dəstək olmağı unutmayın. Görüşərik, hələlik.